proqramı ancaq şərtsiz qəbul edir. Öz marketinqinizi güclü tutmağa çalışın. Şəxsən mən çox stresli idim. Xaric var da, yəni indi. Təbii ki, heç kəsin bazarını bağlamaq kimi niyyətim yoxdur burada. Hər daim sizdən çox daha yaxşı namizədlər olacaq. Biz gedəndə özümüzdə nə qədər pulumuz olmalıdır. Müsahibə hansı dildə olur? Bu mənim yaralı yerimdir. Ən önəmli şey viza xərclərinizi, sığorta xərcinizi özünüz eləməlisiniz. Dövlət proqramı qarşılamır. Bu çox önəmli nüansdır. Mənim öz elədiyim səhvlərdən biridir. Özünüzü çox stressləndirməyin, hər şey yaxşı olacaq. Əsas odur ki, sizi qarşıda çox yaxşı bir təcrübə gözləyir. Hər kəsə salamlar dostlar. Mən Fidan. Bugün yeni bir video və yeni bir mövzu ilə, hətta yeni bir formatla qarşınızdayım. Artıq ara-ara kanalıma fərqli qonaqlar alacağam və o qonaqlarla müxtəlif mövzuları müzakirə edəcəyik. Bugün də ilk qonağım bacım Səbinədir və bugün dövlət proqramı, təqaüd proqramı haqqında danışacağıq. Dövlət proqramı nədir? Kimlər müraciət edə bilər? Hansı şərtləri qarşılamalısınız? Nə kimi faydaları var? Nə kimi üstünlükləri var? Və s. Bu kimi mövzulara toxunacağıq. İndi isə başlaya bilərik. İstəyirəm ki, qısa bir şəkildə o da özünü təqdim eləsin. Salamlar, mən Səbinə. İlk öncə onu demək istəyirəm ki, ilk YouTube videomdur deyə çox həyəcanlıyam. Buna görə də ara-sıra çaşa bilərəm. Özümü təqdim eləməyə gəldikdə isə bakalavr təhsilimi UNEP Faktda maliyyə üzrə almışam. Daha sonra magistr təhsilini almaq üçün İngiltərəyə, Manchester'a getmişdim. Hazırda isə Big Four şirkətlərindən birində audit üzrə advanced staff olaraq işləyirəm. Əla, özün haqqında məlumat verdiyinə görə indi isə əsas hissəyə keçə bilərik. Ümumiyyətlə sual vermək istəyirəm ki, dövlət proqramı nədir? Kimlər üçün nəzərdə tutulub? Bu mövzu haqqında danış. Çünki mənim əslində izləyici kütləmin çox böyük bir hissəsi abituriyentlər olduğu üçün heç məlumatı olmayanlar da var. Çox güman ki, bu video abituriyentlər və bu mövzu ilə maraqlanan adamlar izləyəcək. Dövlət proqramı 2022-2028-ci illəri əhatə edən və xaricdə Azərbaycan vətəndaşlarının təhsil alması üçün nəzərdə tutulan bir təqaüd proqramıdır. Bu dövlət proqramı hər il 500 nəfərədək olmaqla verilir. Sən 500 nəfər dedin. İndi burada sual vermək istəyirəm ki, bakalavr, magistr və doktorantura hamısı qarışıq 500 nəfərdir, yoxsa hər təhsil pilləsi üzrə 500 nəfərdir? Mən təhsil aldığım ilə qədər, mən 2024-cü ildə getmişdim. Sadəcə magistr və bakalavr pillələri üzrə verilirdi. Amma həmin ildən başlayaraq bu 500 nəfər həm magistr, həm bakalavr, həm də PhD tələbələrinə ümumi verilir. Yəni ümumi şəkildə 500 nəfər olur və bunun hansı şəkildə bölüşdürülməsi isə konkret bir rəqəm yoxdur. Amma daha çox magistr tələbələrinə və yerdə qalanı isə PhD və bakalavr tələbələrinə verirlər. Bəs onda biz deyə bilərik ki, dövlət proqramı daha çox magistr tələbələrinə üstünlük verir. Əslində üstünlük verir deməzdim. Sadəcə müraciətçilərin çoxu da onsuz magistr pilləsi üzrə müraciət edir və bu səbəbdən də faiz nisbəti olaraq magistr tələbələri üstünlüyü təşkil edir. Amma bu proqram çərçivəsində ümumiyyətlə konkret bir meyar yoxdur, yəni sizin seçilə bilməyiniz üçün. Daha çox bilik bacarıqlarınızdan və müsahibədə necə iştirak etməyinizdən asılı olaraq nəticəniz bəlli olur. Əla, onda əslində məncə yaxşıdır. Yəni heç birinə üstünlük verilməməyi digərin şansının azalmamağına da səbəb olur deyək. Daha sonra yaxşı, onda belə bir sual verək ki, təqaüd proqramına qeydiyyat tarixləri nə vaxtdır? Hansı aralıqlarda olur? 2026-cı il üzrə təqaüd proqramı üçün sənəd qəbulu 15 apreldə başlayacaq. Hələ ki tam deadline yoxdur. Amma yadımdadır ki, həm bizim ildə, həm də 2025-ci ildə deadline 15 iyun idi və buna görə də yəqin ki, iyunun ortalarına qədər olacaq. Siz həmin ərəfələrə qədər sənədlərinizi hazır eləməyə çalışın. Bəs yaxşı, belə bir sual vermək istəyirəm. Mayda, yaxud da apreldə, iyunda müraciət eləyəndə, yəni daha gec tarixdə müraciət eləyəndə sənin qəbul şansın azalırmı? Bu sual əslində gözləyirdim və mənim öz elədiyim səhvlərdən biridir. Çünki mən düşünmüşdüm ki, nə qədər tez eləsəm, o qədər daha yaxşı olar və əsas istədiyim universitetin qəbul verməsini gözləmədən başqa bir universitetlə müraciət eləmişdim dövlət proqramına ki, sonradan bəlkə dəyişmək kimi şansım olar. Amma qeyd etmək istəyirəm ki, siz apreldə də müraciət eləsəz, mayda da eləsəz, eyni şəkildə şansınız olacaq seçilmək üçün. Burada daha tez müraciət edən daha avantaj əldə edir və ona daha çox üstünlük veriləcək demək deyil. Bəli. Tam belə deadline-ı saxlamayın təbii ki, amma ən azından deadline-dan 1-2 günə qədər müraciət eləsəz yaxşıdır. Yəni çox da tələsməyinizə ehtiyac yoxdur.
Bəs yaxşı, belə bir sual vermək istəyirəm. Ümumiyyətlə ümumi qeydiyyat prosesi necə gedir? Hansı sənədlər lazımdır? Ümumilikdə dövlət proqramının saytında bütün bu proseslər barədə çox ətraflı, detallı məlumat var. Mən özüm də müraciət edəndə əsas saytı nəzərdə tutmuşdum və sonra digər əvvəl müraciət edən tələbələrin biliklərindən istifadə etmişdim bu barədə. Apreldə başlayır qeydiyyat prosesi və siz həmin müddətdə, yəni daha əvvəldən də ala bilərsiniz, amma bəzi uşaqlar bunu saxlayır son ana və buna görə də həmin prosesdə, məsələn, mən aprel ayında universitetlərdən qəbul almaqla məşğul idim, səhv eləmirəmsə. Və siz birinci şərtsiz qəbulunuz olmalıdır əlinizdə. Əgər ki, bakalavrın son pilləsindəsinizsə, 4-cü kurs tələbəsisinizsə, bu zaman sizə universitet diplomu alana qədər şərtsiz qəbul verməyəcək və şərtli qəbul olacaq. Daha sonra siz diplomunuzu təqdim elədikdən sonra onlar sizə şərtsiz qəbul verəcəklər və bu çox önəmli nüansdır. Çünki dövlət proqramı ancaq şərtsiz qəbulu qəbul edir. Yəni, ola bilər ki, siz iyunun 15-dən sonra ala bilmisiniz o qəbulu, amma dövlət proqramı üçün bu artıq keçərli olmayacaq. Buna görə də maksimum şəkildə ona diqqət etməyə çalışın. Və daha sonra əsas bu universitet məsələsini həll elədikdən sonra dövlət proqramının qeydiyyatı üçün olan ayrıca sənədlər var ki, bunların da arasında sağlamlıq haqqında arayış var. Daha sonra CV-niz olmalıdır. Nəsə yadımdan çıxırsa, Fidan bunu açıqlama hissəsinə qeyd edir. Açıqlama hissəsinə bunların hamısını bir fayl kimi əlavə edəcəm lazım olan sənədləri. Bəs yaxşı, belə bir sual vermək istəyirəm. Sən orada dedin ki, şərtli qəbulu dövlət proqramı qəbul eləmir. Amma bakalavrlar diplomu nə vaxt alırlar? Yəni rəsmi olaraq məzun olmaq, səhv eləmirəmsə, yəni ən azından bizdə elə olmuşdu. İyulun 7-si olursa, bəs dövlət proqramının qeydiyyatı da iyun ayında bitirsə, universitetlər o tələbələrə necə şərtsiz qəbul verir və onlar necə müraciət edirlər? Bunu mən birbaşa özüm yaşamamışam. Çünki mən dövlət proqramına apply edəndə artıq 1 il işləyirdim və 1 ildən sonra məzun olaraq müraciət etmişdim. Buna görə belə bir problem yaşamamışdım. Amma ətrafdan bildiyim qədərilə, yəni onlar universitetdən şərtli qəbul alırlar və daha sonra diplomlarını verdiyi zaman universitet onlara şərtsiz qəbul verir. Bunun üçün də siz biraz universiteti artıq burada push etməlisiniz bir növ. Çünki bakalavr oxuduğumuz. Bakalavr oxuduğumuz. Çünki onlar yəni maksimum şəkildə bunu gecikdirməyə düzdür. Bu biraz rəsmi proseslərdən asılıdır və bildiyim qədərilə ən tez diplomları verən adayla anım olur bizdə. Amma məsəl üçün mən UNIC-də oxumuşam və eşitdiklərimdən, yəni daha çox bu istiqamətdə bilirəm ki, onlar bir qədər problem yaşayırdılar. Çünki yəni diplomlar tam hazır olmadığı üçün onlar da verə bilmirlər və bir tərəfdən dövlət proqramının da deadline-ı bitir. Sadəcə olaraq universiteti dövlət proqramına müraciət edirəm deyə biraz tələsdirmək lazımdır və məncə onlar bu dövlət proqramı məsələsini bildiyinə görə daha tez verirlər. Düzü bu barədə tam ətraflı məlumatım yoxdur. Buna görə də siz yenə də daha əvvəl bu təcrübəni yaşamışlardan soruşsanız daha yaxşı olar. Amma hər halda müraciət eləmək olur, çünki yəni onlarla tələbə var ki, hansı universiteti bitirən kimi birbaşa gedir. Onlarla yox, hətta məncə yəni daha çox məzun olaraq yox da birbaşa 4-cü kursu bitirənlər olar. Və siz bu barədə əslində mənim özümə daha son sual kimi yazsaz, mən bunu dəqiqləşdirib sizə cavablandıra bilərəm. Hazırda tam məlumatım yoxdur. Belə yəni siz istəsəz rəylərdə də yazarsınız. Biz rəylərdə daha sonradan dəqiqləşdirdikdən sonra rəylərdə sizə cavab yazarıq. Digər bir sualı vermək istəyirəm ki, bəs təqaüd proqramı nələri qarşılayır? Çünki ümumiyyətlə təqaüd proqramlarında adamlar ən çox maraqlandığı şey bu olur ki, nələri qarşılayır, bizə nə qədər pul verir, ümumiyyətlə təqaüdün miqdarı nə qədərdir? Belə sual soruşum. Təqaüd miqdarı ölkədən və şəhərdən asılı olaraq dəyişir. Bu fərqli ölkələr üzrə fərqlidir və bunun da dövlət proqramının saytında siyahısı var və siz orada hər ölkə üzrə, maraqlandığınız ölkə üzrə baxa bilərsiniz. Mənim indi məlumatım olan İngiltərədir və İngiltərə üzrə Londona 1500 funt, digər şəhərlərə isə 1300 funt verir. Bu da tam kifayət olurmu? Sizin oxuduğunuz şəhərdən asılıdır təbii ki, çünki digər bütün şəhərlərə 1300 verir, amma elə şəhər var ki, o digərlərinə görə daha bahadır. Və buna görə artıq biraz qənaət, Sən biraz öz real təcrübəni paylaş, digər şəhərlə sizin şəhərə eyni təqaüd verilməsini. Məsələn, mən Manchesterdə oxumuşdum. Manchester, London qədər çox bahalı bir şəhər olmasa belə, digər şəhərlərlə, məsələn, mən Warwick-lə müqayisə edə bilirəm. Çünki 2 dənə universitetə apply eləmişdim. Bunda yəqin müsahibənin daha sonraki mərhələlərində deyəcəyik, amma yenə də Warwick-də
məsələn ən azından kirayə qiymətlərini bilirəm ki, həmin vaxt araşdırdığım qədərilə 400 funt civarında sən çox yaxşı bir yerdə tuta bilirdin yer. Amma Manchesterda isə bu bir qədər fərqlidir. Ən ucuz 800-900 min funtdan başlayır yataqxana qiymətləri. Onsuz təqaüdün də əsas hissəsi yataqxanaya gedir. Ona görə də bir qədər həm əvvəldən araşdırmaq lazımdır, həm də ki, başqa sizdən əvvəl getmiş tələbələrin təcrübələrindən istifadə edin. Çünki onlar istər-istəməz biləcəklər ki, harda, hansı ərazilərdə daha ucuz yer tapa bilərsiniz qalmağa. Və bir də ki, təbii olaraq sizin ümumi xərcləmə vərdişlərinizdən asılıdır ki, məsələn, ola bilər ki, marketə çox xərcləyirsiniz, yaxud da geyimə çox xərcləyirsiniz və bu şəkildə özünüz bunu eləməlisiniz. İkinci suala gəldiyində, burada biraz çox vaxt itirdim deyəsən. Deməli, təqaüd proqramı nələri qarşılayır? Birincisi, oxuduğunuz universitetin xərcini, yəni bu neçə ildə təhsil haqqını, daha sonra sizin sığorta xərcinizi və viza xərclərinizi, bir dəfə gediş, bir dəfə gəliş olmaqla, yəni universitetə bir başlayanda, bir də universiteti bitirəndəki bilet. Bəli, bilet pulunuzu, amma arada siz özünüz gedib gəlmək istəyirsinizsə, bunu dövlət proqramı qarşılamır. Yaxud da ən sonunda gedib məzuniyyətə getmək istəyirsinizsə, bunun da biletlərini dövlət proqramı qarşılamır. Bir də ki, sizə aylıq olaraq, bayaq dediyim kimi, şəhərdən və ölkədən asılı olaraq ümumi xərclik verilir. O hissəsini biraz qaçırdım, amma yəqin ki, orada qalmaq üçün pulu dedin, düzdür? Hə, elə onu nəzərdə tuturam ki, orada aylıq xərclərinizi qarşılamaq üçün, yəni gedəcəyiniz ölkədə, şəhərdə qalmaq üçün ümumi bir aylıq məvacib verilir. O zaman əlavə qalmaq üçün ayrı pul və ayrı pul vermir. Sənə ümumi pul verir və bununla həm qalmaq ehtiyacını, həm də aylıq digər xərclərini qarşılamalısan, düzdür? Sənə sadəcə aylıq pul verir, onu necə xərcləməyin özündən asılıdır. Və bunu da aylıq şəkildə vermir, bunu qeyd edeyim. Onlar rüblü şəkildə daha çox verirlər. Səhv eləmirəmsə 3 aylıq bir, 3 aylıq bir, sonra 6 aylıq bir vermişdilər bizə. Amma bu dediyim kimi ölkədən asılı olaraq və bu ildə fərqli şəkildə ola bilər. Buna görə də bizim ildə belə idisə, sizdə də belə olacaq kimi bir şey yox. Yəni onda əslində gedəndə tələbələr özləri ilə bir qədər pul aparmalıdılar. O biraz təqribən nə qədər? Sən məsələn nə qədər aparmışdın və nə qədər xərclədin onlar sənə o pulu ödəyənə qədər? Çünki əminəm ki, kimlərsə bu mövzu ilə maraqlanacaqlar ki, bəs biz gedəndə özümüzdə nə qədər pulumuz olmalıdır? Dövlət proqramı əslində bu dediyim xərcləri qarşılayır, amma bunların hamısını eyni vaxtda eləmir. Məsələn, sizin viza xərclərinizi, sığorta xərcinizi özünüz eləməlisiniz. Daha sonra onu geri ödəniş kimi qaytarırlar sizə. Bileti də özünüz seçə bilərsiniz. Ya məsələn siz ala bilərsiniz geri ödəniş kimi, sonradan sizə göndərə bilərlər, ya da ki əvvəlcədən onlara aldıra bilərsiniz. Mən bilet məsələsində tövsiyə edirəm ki, siz onların özünü aldırasınız. Çünki həqiqətən bu prosesdə yəni istər-istəməz müəyyən qədər pul çıxır və hər kəsin də o qədər imkanı olmaya bilər. Buna görə də nə qədər yükünüzü daha aşağı salsaz və birbaşa dövlət proqramına ödətsəz, bu sizin üçün daha yaxşı olacaq. Və özünüzlə nə qədər pul aparmağa qaldıqda bu təbii olaraq sizdən asılıdır. Minimum 500 funt falan nəzərdə tutun. Çünki bu qədər də çox deyilmiş. Mən daha çox gözləyirdim. 5000 falan gözləyirdim. Yox, 5000-ə ehtiyac yoxdur. Təbii ki, siz çox harcamaq istəyirsinizsə 5000-də götürə bilərsiniz. Sən nə qədər aparmışdın? Təxmini 500 funt, 1000 funt, belə 500 min arası bir şey olardı. Əla. Amma bir də onu nəzərə alın ki, siz orada yataqxana falan tutarkən bəzi yataqxanalar əvvəldən depozit istəyirlər. Yəni müəyyən qədər xərciniz çıxa bilər bu prosesdə. Narahat olmayın, sonradan geri ödəniş eləyirlər. Buna görə də müvəqqəti narahatçılıqdır. İndi isə belə bir sual verim. Təqaüd proqramı ümumiyyətlə müraciət edə bilmək üçün ilkin göstəricilər nələrdir? Yəni minimum hansı tələbləri qarşılamalısınız? Onu qeyd etmək istəyirəm ki, bununla bağlı da bütün məlumatları dövlət proqramının saytından əldə edə bilərsiniz. Amma mən tərəfdən soruşsaz, bakalavr haqqında tam məlumatım yoxdur. Magistr üzrə deyə bilərəm ki, bakalavr üzrə göstəriciniz olmalıdır. Ya bakalavrın son pilləsində oxumalısınız, ya da artıq məzun olmalısınız. Və Azərbaycan vətəndaşı olmalısınız, çünki bu Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmuş proqramdır. Ən azı ümumi ortalamanız 81 olmalıdır, amma sizin oxuduğunuz universitetdə əgər bu skala fərqlidirsə, məsələn 4 üzərindən hesablanırsa, 81-ə ekvivalent olan nəzərdə tutulur.
Və bir də göstəricilər arasında dil sertifikatını unutmayın. Bu IELTS də ola bilər, Duolingo, TOEFL və başqa sertifikatlar da ola bilər. Əsas odur ki, sizin göstəriciniz C1 levelində olsun. Qəbul aldığınız və dövlət proqramına müraciət etmək istədiyiniz ixtisas və universitet onlar tərəfindən təqdim olunan siyahıda olmalıdır. Amma əgər müraciət etmək istədiyiniz ixtisas bu siyahıda yoxdursa belə, QS World University Ranking və Times Higher Education siyahısı üzrə ilk 10-luqda olan universitetləri seçə bilərsiniz. Yəni tutaq ki, bu siyahıda yoxdur, amma bu qeyd elədiyim 2 ranking üzrə ilk 10-luqdadırsa, o zaman dövlət proqramı həmin ixtisasları da qəbul edir. Amma bildiyim qədərilə bu ildən UCL bu siyahıdan çıxarıldı. Yəni əslində dünya üzrə ilk 10-luqda qeyd olunsa da, UCL-də dövlət proqramının siyahısında olmayan ixtisaslarına müraciət edə bilmirsiniz. Ancaq siyahıda olmalıdır. Ümumiyyətlə mənə elə gəlir ki, son 1-2 ildir mən də baxmışam o siyahıya. Sanki universitet çeşidliliyi azalır. Eyni universitetin fərqli ixtisasları çoxalır və əslində bu da biraz xəbər tərəfindən çox da yaxşı olmayan bir şey kimi qəbul olunur. Məsələn, ən azından mənim baxdığım bəzi bir neçə ixtisas var idi, hansı ki, fərqli universitetlərdə çox yoxdur. Yaxud da ki, çox high level universitetlərdə, çox top universitetlərdə var. Amma mən o universitetdə bəlkə də gedib oxumağa göstəricilərim qarşılamır. Yəni ona görə əslində məncə dövlət proqramı bu siyahıda bəzi dəyişikliklər eləsə daha yaxşı olar. Onda mövzumuzdan çox da uzaqlaşmadan sadəcə tək bir sual verim və daha sonra yenidən axışda davam edək. Eyni təhsil pilləsi üzrə dövlət proqramına bir neçə dəfə müraciət etmək olarmı? Bir təhsil pilləsi üzrə siz dövlət hesabına sadəcə bir dəfə oxuya bilərsiniz. Məsələn, siz dövlət sifarişli burada magistr oxumusunuzsa bir dəfə, dövlət proqramı hesabına xaricdə magistr təhsili ala bilməzsiniz. Amma bu o demək deyil ki, PhD təhsili də ala bilməzsiniz. Əla. O zaman belə bir sual verim. Bəs sən özün dövlət proqramına müraciət edəndə sənin göstəricilərin nələrdir? Yadımda qaldığı ilə ümumi ortalamam 98 idi, IELTS 7 idi və daha sonra 1 illik iş təcrübəm var idi. Və bundan əlavə olaraq da ACCA sertifikatlarım var idi. Əslində bu bəlkə də üstünlük ola bilər ki, yəni siz ixtisasınızı həqiqətən də yaxşı bilirsiniz. İş təcrübəsi də yenə dediyi kimi audit üzrə olduğu üçün, yəni birbaşa maliyyə olmasa da ən azından əlaqəli sahə olduğu üçün də məncə şansının artmağına kömək olmuşdu. Müraciət prosesində əsas göstəricilər nələrdir? Bu mövzu haqqında danışdıq. Səbinə də öz təcrübələrini paylaşdı. İndi isə ümumiyyətlə müsahibə prosesi necə olur? Kimlər iştirak edir? Məncə ən çox insanlara maraqlı olan hissə bu olar və bir çoxunda əsas narahatlığı da buradan qaynaqlanır. Ona görə də müsahibə ilə bağlı öz təcrübələrini də paylaşsın. Biraz ətraflı danışsan, məncə onlar üçün də faydalı olar. Müsahibə 2 il əvvəl olduğu üçün tam detallı yadımda deyil, amma yadımda olduğu qədərilə deyəcəm ki, müsahibədə 3 nəfər iştirak edir. Bunun biri sizin sahənizlə bağlı ekspert olur. Səhv eləmirəmsə, digər 2 nəfər də dövlət proqramından olur. Və sahə üzrə ekspert sizin ixtisasınızla bağlı, həm əvvəl oxuduğunuz ixtisasınızla, həm də gedib xaricdə oxuyacağınız ixtisasla bağlı suallar verir. Digəri isə sizin ümumi bu ixtisasa, bu universitetə, bu ölkəyə müraciət etməyinizlə bağlı, dünya görüşünüzlə bağlı, ümumiyyətlə ölkəni orada necə təmsil edəcəyinizlə bağlı suallar verirlər. İlk növbədə mənim müsahibəm belə başlamışdı ki, özünüzü təqdim edin, niyə bu ixtisas? Bəs bir sual verim, müsahibə hansı dildə olur? Həm Azərbaycan, həm ingilis dilində ola bilər. Məndə daha çox Azərbaycan dilində olmuşdu və ingilis dilində də suallar vermişdilər ki, dil bacarıqlarınızı yoxlamaq üçün, yəni siz həqiqətən də bu dili bilirsinizmi, yaxud özünüzü ifadə edə bilirsinizmi bunu ölçmək üçün, amma daha çox Azərbaycanca olmuşdu. Amma məncə bu müsahibənizdə iştirak edən şəxslərdən asılı olaraq dəyişə bilən bir şeydir. Tam olaraq bu sual verəcəkdim ki, müsahibədə iştirak edən şəxsdən asılı olaraqmı dəyişir, yoxsa necə? Yəni mənim ətrafımdan eşitdiyim qədərilə daha çoxunda Azərbaycan dilində olub, amma bu o demək deyil ki, sizdə də full Azərbaycanca olacaq, yaxud da bütövlüklə ingiliscə olacaq. Yəni məncə daha çox sizə qarşınızda düşən ekspertdən və həmin yəni o seçən insanlardan asılıdır. Və müsahibə ilə bağlı ilk növbədə onlar sizə suallar verirlər ki, dünya görüşünüzü və özünüzü tanımaq üçün, yəni ki, niyə bu ixtisası, niyə bu ölkəni seçmisiniz? Yaxud da case tipli sizə suallar verə bilərlər ki, məsələn də ölkənizi tanımağınızla bağlı, yaxud da necə orada təmsil edəcəyinizlə bağlı. Tutaq ki, orada başqa sevmədiyiniz bir insanla qarşılaşdınız və o sizə pis sözlər dedi və bu halda necə... Situativ suallar verilir. Bəli, bu cür situativ suallar verilir. Daha sonra sual verə bilərlər ki, məsələn, çətin vəziyyətlə qarşılaşmısan, bu tip hallarda necə davranardın, bu kimi suallar verirlər.
Və daha sonra niyə bu ixtisası seçməyinizlə və niyə bu ölkəni seçməyinizlə, universiteti seçməyinizlə bağlıdır və burada çox diqqətli olun və çox yaxşı əsaslandırın. Ola bilər ki, sizin seçdiyiniz ixtisas ilk onluqda deyil, yaxud da çox belə top universitet deyil, amma yenə də siz bunu çox yaxşı əsaslandırırsınız ki, sizin motivasiyanız var bu ixtisası və universiteti seçməklə bağlı. Məsələn, mən öz təcrübəmdən desəm, mənim universitetim top 10-da deyildi. Yadımda qaldığı qədərilə 27-ci yer olmalı idi, səhv eləmirəmsə, ixtisasım yaxud da universitetim. Amma bunu siz özünüz daxili motivasiyanızı göstərməlisiniz ki, mən niyə məhz bu universiteti seçdim? Məsələn, mən demişdim ki, UK-də məsələn ilk 3-də yoxsa 5-də idi, tam yadımda deyil. Yəni bunu deyə bilərsiniz, yaxud da başqa bir şey. Məsələn, məndə belə bir şey var idi ki, öz ixtisasımla bağlı sertifikasiya var, CFA. Ona hazırlaşdıran bir proqramları var idi. Onun üçün ekstra əgər ki, sizin göstəriciləriniz universitetdə yaxşı olursa, sizə əlavə materiallar verirlər, hansı ki, normalda pulludur falan. Yəni bu cür çox spesifik bir şeylər deməyə çalışdım. Yəni universitetinizi və universitetinizin ixtisasınızla bağlı sizə verə biləcəyi əlavə, necə deyim, fürsətləri orada vurğulasanız daha çox şansınızı artıra bilər. Eynən, yəni çalışın ki, spesifik olun. Konkret məsələn əzbərləyib ya da kimdənsə eşidib mən də bunu deyərəm, eləməyin. Yəni həqiqətən özünüzün motivasiyanız olduğunu göstərin. Daha sonra ən önəmli şey təbii ki, ixtisasınızı bilməyinizdir. Bu həm gedəcəyiniz ixtisasınızla bağlı məlumatlı olmalısınız, həm də əvvəlki. Yəni təbii ki, sizin bəxtinizə düşən sahə ekspertindən asılıdır ki, sizə hansı tip suallar veriləcək. Məsələn, quantitative finance idi məndə, amma mənə daha çox maliyyə və daha çox iqtisadiyyatla bağlı suallar verilmişdi. Amma ola bilər ki, sizə məhz yəni statistika, ekonometrik yönümlü suallar verilsin. Bu da ola bilər. Və təbii ki, mən indi öz ixtisasımdan burada danışıram. Sizin də təbii ki, öz ixtisasınızla bağlı suallar. İndi qısaca burada sənə maliyyə ilə bağlı düşən suallar haqqında soruşaq, amma bu hissəni mən aşağıda qeyd eləyəcəm. Yəni maliyyə yaxud da iqtisadi ixtisaslarla əlaqəli olmayan adamlar həmin dəqiqəyə ötürə bilərlər. Sənə, yəni maliyyə, iqtisadi yönümlü nə kimi suallar verilmişdi müsahibədə? Daha öncə də qeyd etdiyim kimi bir qədər yadımdan çıxmış ola bilər, amma indi yadımda qaldıqlarını deyəcəm və siz də rəylərdə yazarsınız. Mən yadıma düşdükcə kömək eləməyə çalışaram. Vergi ilə bağlı, maliyyə hesabatları ilə bağlı, ümumilikdə ölkənin, həm bu ölkənin, yəni Azərbaycanın, həm də gedəcəyiniz ölkənin iqtisadiyyatı ilə bağlı suallar. Məsələn, xüsusilə bir sual yadımdadır ki, Cashflow-dan vermişdilər ki, tutaq ki, şirkət zərərdədir, amma Cashflow-su müsbətdir. Bu necə ola bilər? Ümumiyyətlə ola bilərmi? Bununla bağlı siz izah edirsiniz situasiyaları. Daha sonra Mərkəzi Bankın funksiyaları nələrdir? Azərbaycanda Mərkəzi Bankın nə qədər ehtiyatları var? Bu kimi suallar verilmişdi və əgər ki, hansısa bir sualı bilmirsinizsə, özünüzdən orada xüsusi bir şey kəşf eləməyə çalışmayın. Tutaq ki, təxmini bilirsinizsə, okey, deyə bilərsiniz. Amma tutaq gördünüz ki, bu sualı heç bilmirsiniz və heç bir cavabınız yoxdur. Sadəcə deyin ki, bilmirəm və öyrənərəm. Yəni bunu bu şəkildə göstərin və onları da yəni, bir növ axmaq yerinə qoymursunuz. Çünki orada mütəxəssis olur və konkret olaraq hər sahə ilə əlaqəli kimi məsələn müsahibəyə çağırırlarsa, həmin sahə ilə əlaqəli mütəxəssis orada olur və o sualı verir. Ona görə də siz əgər özünüzdən bir şey atsanız cavab olaraq, o təbii ki, onun yanlış olduğunu biləcək. Ona görə də bilmirsinizsə, yəni sadəcə bilmirəm deyib çəkilin qırağa. Eynən. Bu qədər, yəni belə yadımda qaldığı qədər. Əgər nəsə yeni bir şeylər xatırlasa, biz onları rəylərə əlavə olaraq qeyd edək. Bəs yaxşı, belə bir sual vermək istəyirəm. Cavablar nə vaxt çıxar? Təxmini iyulun sonu, avqustun əvvəlləri çıxır, amma dövlət proqramının bu zaman keçdikcə təkmilləşdirmək istədiyi bir şeydir deyə ola bilər ki, bu il daha da tez çıxmış ola bilər. Nə qədər tez çıxsa, əslində o qədər yaxşıdır viza falan məsələlər baxımından. Belə bir sual vermək istəyirəm. Səncə xaricdə ümumiyyətlə 1 il təhsil yetərli olurmu və bu 1 il təhsildən sonra 5 il gəlib Azərbaycanda işləmək məcburiyyəti, şərti varmı? Bu mənim yaralı yerimdir. Çünki mənə görə xarici 1 il təhsil kifayət eləmir. Yəni nə qədər olsam, məsələn mən o qədər oxumağı seçərdim. Yəni xaric var da, yəni indi məncə bu Avropa və Amerikaya aiddir. Mən ən azından mən öz şərtlərimdə İngiltərədə, Manchesterdə təhsil almış biri olaraq deyə bilərəm ki, yəni ən azı 2 il, 3 il olmağını istəyərdim. Çünki çox qəşəng bir experience idi.
Həm təhsil baxımından bəs eləmir, həm də ki sizin orada belə özünüz üçün, yəni bir təcrübə olaraq bəs eləmir. Çünki 1 il olduğu üçün onlar proqramı belə sürətləndirilmiş şəkildə eləyirlər. Dissertasiyanı cəmi 2 aya yazmış olursunuz. Sanki hər şey belə qaça-qaçla baş verir də. Həm də ki belə bir yerdə öyrəşirsiniz, tam öyrəşdim deyirsiniz, artıq bitir. Ona görə də bəs eləmir. Amma 5 il qayıdıb ölkəyə bitirmək şərti var. İşləmək şərti var. Bu da dövlət proqramının onsuz çox adamın, yəni dövlət proqramından vaz keçmə səbəblərindən biridir. Təbii ki, bu sizin istəyinizdən asılı olaraq, yəni ola bilər ki, siz bu proqrama da apply edə bilərsiniz və digər proqramları da nəzərdə tuta bilərsiniz. Yaxşı, bəs onda belə bir sual verim. Elə tam olaraq sənin dediyin şeylə əlaqəli. Məsələn, düşünək ki, bir nəfər var və bu həm dövlət proqramına müraciət edib, həm də başqa bir təqaüd proqramına müraciət edib. Səncə hansını seçmək daha məntiqli olar? Düzdür, əslində bu təqaüd proqramının verdiyi təqaüddən, nə bilim, başqa bir çox kriteriyadan asılı, amma yəni düşünək ki, ikisinin də verdiyi təqaüd eynidir. Burada məncə bu şərt altında da sualın cavabı çox dəqiq bəlli oldu, amma nəysə. Yəni sən nə düşünürsən? Hansı təqaüd proqramını seçmək daha məntiqlidir? Əslində burada həm yəni bizim öz istəyimiz təbii ki, ən önəmli olan məsələ budur ki, biz nə istəyirik, hansı ölkəni, hansı ixtisası istəyirik. Amma həm də başqa faktorlar da var işin içərisində. Məsələn, mənim yaxın rəfiqələrimdən birində olmuşdu belə. Həm dövlət proqramının müsahibəsində iştirak eləmişdi, həm də digər tərəfdən İsveçin daxili təqaüdü SI-dan qəbul almışdı. Orada belə bir məsələ var ki, İsveçin cavabları artıq apreldə çıxır. Amma dövlət proqramı isə hələ bu prosesi apreldə yoxsa mayda, yəni çox tez çıxır. Dövlət proqramı isə hələ cavabları, müsahibə prosesi iyuna qədər davam edir, daha sonra cavablarının çıxmağı iyulda, avqustda olur deyə sən dövlət proqramını gözləyə bilmirsən. Orada ya İsveçi qəbul etməlisən, ya da dövlət proqramını gözləməlisən ki, bəlkə qəbul olarsan. Amma ona görə artıq məsələn İsveçlə əgər dövlət proqramı arasında qalmısınızsa, bu halda tez qərar verməlisiniz. Eyni ilə mənim bəs təqaüd miqdarı nə qədərdir? O barədə məlumatım yoxdur. Mən özüm İsveç təqaüd proqramı ilə maraqlanmamışdım. Amma səhv eləmirəmsə Fidan onu da onsuz qanaq olaraq çağıracaq. Orada detallı. Yəni planlarım arasında var. Əgər alınsa hər ikimizdə də, yəni Nərmini çağıracağam inşallah. Bu mövzu haqqında, İsveç təqaüd proqramı haqqında danışacağıq. Düzdür, artıq bu il üçün gec olmuş olur, amma növbəti illərdəki adamlar müraciət edə bilməyi üçün yaxşı olacaq. Yəni fikrimi toparlasam, burada həm öz şəxsi fikirlərinizi nəzərə alın ki, siz dövlət proqramını ilə oxuyandan sonra qayıdıb 5 il işləyəcəksiniz və bunu istəyirsinizmi? Yoxsa sizin xaricdə oxumaq, xaricdə yaşamaq kimi planlarınız varmı? Daha sonra sizin dövlət proqramının siyahısında olan ixtisaslarmı daha uyğundur, yoxsa həmin o təqaüd proqramı ilə müraciət etdiyiniz ixtisasmı, universitetiniz sizə daha uyğundur? Çünki ikisi tamamilə eyni olmaya bilər. Və məsələn tutaq ki, İsveçdəki səhv eləmirəmsə universitetlərin əksəriyyəti dövlət proqramının siyahısında yoxdur, amma siz ESA ilə orada oxuya bilərsiniz. Ola bilər ki, məsələn çox yaxşı universitetdə, amma məhz dövlət proqramının siyahısında yoxdur. Məsələn Almaniya üzrə tutaq ki, DAD təqaüd proqramı var və siz çox yaxşı universitet və ixtisas var ki, siz orada oxumaq istəyirsiniz, amma dövlət proqramının siyahısında yoxdur deyə oxuya bilmirsiniz. Bu zaman daxili təqaüd proqramından istifadə edə bilərsiniz. Mən düşünürəm ki, mən bəlkə də dövlət proqramını seçməzdim hər ikisindən qəbulum olduğu üçün. Çünki burada başqa bir faktor da var ki, Şengen ərazisində yoxsa məsələn də mənim кейsimdə Almaniyaya apply eləmişdim və DAD-də mən Almaniyada oxuyacaqdım və səyahət planlarım daha çox olacaqdı. Amma UK-də oxuyanda bu Şengen ekstra viza almaq falan məsələlərinə görə artıq siz orada başqa olur. Yəni düzünü qalsa mən bunun o qədər də belə çox böyük bir problem olduğunu düşünmürəm. Sadəcə biraz sənin məsuliyyətsizliyindən oldu bəlkə də. Yəni vizaya daha gec müraciət edin, daha az gəzmə imkanın oldu kimisində. O heç, amma biri var ki, yəni sizin gedirsiniz Almaniyada oxuyursunuz və avtomatik əlinizdə viza var. Heç bir yerə apply eləmirsiniz, amma digərində siz bunun üçün ekstra vəsait və vaxt sərf etməlisiniz. Ona görə də bütün bunları nəzərə alaraq qərar verin. Digər təqaüd proqramlarından qısaca desəm, DAD var, SI var, İngiltərənin daxili təqaüdü var. Başqa bu şəkildə araşdırıb qərar verə bilərsiniz. Və yaxud da Amerikada universitetlərin özlərinin sizə verdiyi təqaüdlər var. Yəni hansı ki bu Amerika dövlətinə aid deyil, yəni ABŞ-a aid deyil, sadəcə universitetlərin özlərinin verdiyi təqaüddür. Bunları da araşdıra bilərsiniz ətraflı. Bəs yaxşı, başqa bir sual vermək istəyirəm. Məncə bir çox adamın ağlında olan bir sualdır ki, şirkətlə müraciət etmək daha məntiqli və məsləhətlidir, yoxsa özünün müraciət etmək?
Ümumiyyətlə, yəni təbii ki, heç kəsin bazarını bağlamaq kimi niyyətim yoxdur burada, amma mən düşünürəm ki, şirkətlə müraciət eləmək biraz ekstra vaxt, yəni bu əslində bir növ vaxtdan qənaət etmək kimi nəzərdə tutulur. Ola bilər ki, sizin vaxtınız yoxdur, yaxud da özünüz tam olaraq prosesi bilmirsiniz, bu zaman müraciət etmək istəyirsiniz, amma şirkətlə müraciət edəndə də siz onlara nə qədər olmaya vaxt ayırmalısınız. Biri var ki, özünüz istədiyiniz vaxt oturursunuz, yazırsınız, bir də var ki, onlarla davamlı şəkildə əlaqədə olmalısınız. Mən düşünürəm ki, şəxsi fikrimdir ki, şirkətlə yox, özünüz müraciət etsəz daha yaxşıdır. Çünki sizi də ən yaxşı siz tanıyırsınız, öz bacarıqlarınızı da, nəyi xüsusilə vurğulamalı olduğunuzu da, məsələn, motivasiya məktubunda siz daha yaxşı bilirsiniz və həmçinin daha məsuliyyətli olursunuz. Bu təbii ki, şirkət seçimindən də asılıdır. Bəzi şirkətlər haqqında bir şey deyə bilməyəcəm, amma çox vaxt digərləri məsuliyyətsiz yanaşırlar prosesə və çox da belə müraciətçilərlə əlaqədə olmurlar. Eynən və digər bir önəmli faktor da budur ki, bizim ikimizin arasında o şirkət üçün heç bir fərq yoxdur. İkimizə də, yəni nə qədər də desələr ki, biz sizin ikiniz də bizim üçün çox önəmlisiniz falan, yəni son nəticə olaraq bizim ikimiz də şirkət üçün ayrı bir müəyyən bir məbləğ puldur. Ona görə də ki, sənə xüsusi can yandırmaq olmur da. Bir adamın özündən daha çox can yandıran biri ola bilməz. Amma indi gəl belə bir sual verək ki, bəs sən nə düşünürsən? Başqa biri üçün ödənişli şəkildə müraciət etmək, ümumiyyətlə kimlər üçünsə belə bir şey eləyirsənmi? Əslində, yəni tamamilə özüm eləmişəm bütün prosesləri və buna görə də tam şəkildə məlumatlıyam, ən azından İngiltərə üçün ki, universitetlərə qəbul prosesi necə olur, onlar üçün ümumiyyətlə hansı sənədlər falan lazımdır və bunları saytlarından da baxa bilərsiniz. Dövlət proqramına da özüm müraciət etmişdim və bunu etmiş biri olaraq sizə birinci məsləhətim o olar ki, özünüz eləyin. İkinci növbədə də yəni bilən şirkətlərlə danışa bilərsiniz, amma mən məsələn keçən il bununla bağlı xüsusi bir kömək falan eləməmişdim, çünki başqa işlərim var idi. Amma bu il əslində düşünürəm yəni belə bir şey eləməyi və kömək yəni maksimum şəkildə eləyirlər. Məsələn, bu kanalda Türkiyə bursları ilə bağlı bu arada təqaüd proqramıdır o da. Onunla bağlı bir video var və mən həmin videoda da dəfələrlə vurğuladığım bir şey var idi ki, müraciəti özünüz eləyin. Şirkətlərə həvalə eləməyin, çünki sizi sizdən daha yaxşı tanıyan və sizdən daha yaxşı can yandıran biri ola bilməz. Amma yəni mən də düşünürəm ki, şirkətlərə elətdirəcəksinizsə çox daha necə deyim, nüfuzlu, yaxud da çox daha köklü şirkətə elətdirmək daha yaxşıdır. Yəni mən deyərdim ki, ən ilkin şey olaraq əsas da sənin dediyin kimi, yəni çox da ciddi bir qeydiyyat prosesi olmadığı üçün birinci alternativ olaraq özünüz müraciət edin. Daha sonra çox köklü bir, çox nüfuzlu, yaxşı bir şirkətə müraciət elətdirəcəksinizsə, şirkətlə müraciət elətdirin. Digər halda da yəni daha az bilinən, elə belə şirkətlərə müraciət etmək əvəzinə məncə əvvəlki illərdə qəbul alan, yəni birbaşa bu prosesin içinə girən, bununla bağlı belə dərin araşdırmaları olan birini elətdirmək çox daha məsləhətlidir. Məsələn, mənim o videodan sonra da özümün müraciət etdiyim, yəni adamlar vardı, hansı ki bütün qeydiyyat prosesini eləmişdim, motivasiya məktubu yazmışdım və s. və s. Yəni ona görə əslində məncə də bu da bir məntiqli addımdır və eyni zamanda da pula da bir baxımdan çox qənaət edir. Çünki fərdi adamın elədiyi xidmət çox daha uyğun qiymətli olur. Yəni mən öz təcrübəmdən deyə bilərəm ki, dövlət proqramı üçün və UK-də olan universitetlər üçün bəlkə lazım olmaya bilər, amma deyildi mən müraciət edəndə məsələn çox qarışıq bir proses kimi gəlmişdi. Və ona görə məsələn mən şirkət tövsiyəsindən istifadə eləmişdim, yəni onların proseslərindən. Amma bəlkə də mənim seçdiyim şirkət belə idi. Mən çox da razı qalmamışdım. Şəxsən mən çox stresli idim və pul ödəyib qarşılığında da ağlayaraq öz motivasiya məktubunu yenidən özü yazdım. Həqiqətən mən yəni həmin gün və hətta o gün də qarşıma çıxmışdı o video. Ağlaya-ağlaya belə video çəkmişəm ki, mən niyə belə elədim, gərək özüm apply eləyərdim falan. Yəni sizə də təbii ki, əgər vaxtınız yoxdursa və kifayət qədər resurslarınız varsa, yaxşı bir şirkət seçib eləyə bilərsiniz, amma ən yaxşı halda özünüz eləməyinizdir. Yaxşı, videomuz artıq bitir. Sənə son sualımı verəcəm və məncə bir çoxunda gözlədiyi suallardan biridir ki, müraciətçilərə ümumiyyətlə nə tövsiyə edərdin? Yəni tövsiyələrin nələr olardı? İlk növbədə göstəricilərinizi bakalavrda məsələn oxuyursunuzsa, magistr üçün müraciət etmək istəyirsinizsə, yaxud da magistrda oxuyursunuzsa və PhD-yə müraciət etmək istəyirsinizsə, bu zaman göstəricilərinizi yuxarı tutmağınızdır. Çünki bu çox önəmlidir. Həm müsahibədə nəzərə alınır, həm də sizin
qəbul prosesinizdə. Daha sonra çalışın ki, olduğunuz sahədə çox yaxşı bacarıqlarınız, bilikləriniz olsun. Müsahibədə ən çox fikir verilən tərəflərdən biri ixtisas üzrə suallara nə qədər düzgün cavab verildiyi və bir də ki, sosial fəaliyyət falan bu baxımdan özünüzü maksimum yuxarıda tutmağa çalışın. Çünki ola bilər ki, dövlət proqramında buna xüsusilə diqqət yetirmirlər, amma sizin yenə də universitetlərdən qəbul almağınız üçün bu çox böyük üstünlükdür. Düşünün ki, siz və sizdən başqa bir namizəd var, aranızda seçim eləyərkən təbii ki, sosial cəhətdən daha fəal və məqalələri falan olan tələbələrə daha çox üstünlük verəcəklər, nəinki digərinə. Bundan başqa da özünüzü çox stressləndirməyin, hər şey yaxşı olacaq. Əsas odur ki, sizi qarşıda çox yaxşı bir təcrübə gözləyir. Və də yəni amma bunu da nəzərə alın ki, çox super bir namizəd olmasanız belə yenə də öz marketinqinizi güclü tutmağa çalışın. Yəni heç kim mükəmməl deyil. Hər kəsin illaki bir-birindən daha zəif olduğu nöqtələr var. Yaxud da ki, hər daim sizdən çox daha yaxşı namizədlər olacaq. Amma ona görə də yenə də türklər demiş, yəni pazarlamanızı iyi yapın deyərdim. Bir şey qeyd etmək istirdim ki, daha əvvəl lazım olan sənədlərdə 2 referansı qeyd eləməmişdim. Burada tövsiyə hissəsində ilə onunla bağlı bir şey demək istəyirəm ki, dövlət proqramının şərtləri arasında bir də 2 referans verməyiniz var ki, bunun siz ikisini də akademik verə bilərsiniz, yaxud da birini akademik, birini də əvvəl işlədiyiniz sahədən kimdənsə referans alaraq verə bilərsiniz. Mən şəxsən tövsiyə edərdim ki, sizin növbəti müraciət elədiyiniz bir akademik yöndə olduğu üçün hər ikisi akademik olsun, daha yaxşıdır. Nəinki iş yerinizdən aldığınız referans. Nəysə dostlar, bugünkü videomuz və suallarımız bu qədər idi. Ümid edirəm ki, videomuz sizlər üçün faydalı oldu və əziz abituriyentlər, əgər siz də bu videonu bu sona qədər izlədinizsə, ümid edirəm ki, nə vaxtsa siz də bu təqaüd proqramı ilə xaricdə oxuya bilərsiniz. Mənim əsas məqsədim gənclərin xaricdə oxumağına, necə deyim, onları biraz sövq eləməkdir. Çünki mən özüm düzdür Türkiyədə oxumuşam, amma oranı çox bəyənməsəm də, əminəm ki, Avropa və Amerikada tələbə həyatı çox daha yaxşıdır və mən də hal-hazırda bunun üçün çalışıram. Ümid edirəm ki, video sizlər üçün faydalı oldu. Növbəti daha fərqli videolarda görüşmək ümidi ilə Səbnəyə də həqiqətən çox təşəkkür edirəm. İlk təcrübəsi olmağına baxmayaraq məncə çox yaxşı idarə elədi və sonlara doğru çox daha rahat oldu. Öz dəyərli məlumatları və iştirakı üçün ayrı təşəkkür edirəm. Sən nəsə demək istədiyin bir şeylər var? Mən də ilk öncə sən məni bura dəvət elədiyin üçün təşəkkür edirəm. İkincisi də bütün abituriyentlərə və xaricdə oxumaq istəyən hər kəsə, yaxud da öz ölkəmizdə oxuyan, fərqi yoxdur. Hamınıza uğurlar arzulayıram və demək istəyirəm ki, bugün çalışın. Səhərsi gün ingilis dili kitablarının üzərində o gördüyünüz olur ki, hər kəs belə oturur universitetin kampusunda söhbət edirlər, fərqli ölkələrdən falan, onu görəcəksiniz və çox qəşəng bir experience-dır özüm yaşamış biri olaraq. Çox belə qarnında kəpənəklər uçuşdurur da, yəni tam o cür istəyir. Ona görə də hər birinizə uğurlar arzulayıram. Sağ olun dostlar. Növbəti daha fərqli videolarda görüşmək ümidi ilə. Bye bye.